Soliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 21. bölümü başladı. Firuze! Ay Firuze! Gel onu getir bura. Eldarı deyirəm, geldi, gel onu getir bura. Salam ata. Salamın başına dəysin, yaxşı mı? Nə gözü döyürsən, hə? Az sən saxla. Yaxın gəl görüm hə. Sən evdən oğurluq eləyirsən, hə? Zəhrimar? Kar yerinə düşdü. Sən evdən pul oğurluyursan, hə? Küçük. Siz pulları hər gün sayırsınız. Sualıma cavab ver. Evdəkilərə etibarınız yoxdur. Pulu hər gün sayırsınız. Sözün başına ip salıb dolama. Cavab ver. Evdə pul oğurlamısan, nə cilaf? Məni vadar eləməyin. Vadar olub nə qələt eləyəcəksən, hə? İt balası. Ata. Nə deyəcəksən? Ata, məni vadar eləmə. Vadar eləyirəm. Boynunu al. Yaxşı eləmişəm. Nə yaxşı eləmsən, hə, ay cilaf? Evdən pul oğurlamaq yaxşı işdir. Və qardaşının evindən pul oğurlamaq yaxşı işdir. Çaşdın ata. Sən atamın üzünə ağ olursan. Ağ olmuram. Atamın getdiyi yolu gezir. Səsini kəs, küçük. Utanmırsan? Sən də onun kimi fikirləşirsən. Utanmaz iş tutmuşam. Xeyr ola. Əminin evinə tapancanı mənə atdırırsınız. Saxta pulu mən qazıb bastırıram. İndi xərcləməyə haqqım çatmır. Sən bundakı dillərə bax, ha? Nədir? Düz demirəm? Xəlvətcə polisə zəng eləyəndə, şər atanda 2 kişi oluram. İndi xərcləməyə gələndə yaşım çatmır. Bunun özü boyda da yerin altındadır. Dünən demək istəyəndə sözümü kəsdin. Başıma qapaz vurdun. Oğurlamamışam, İş qururam bir daha deyinə. Nədir? Olmaz? Başqa sözünüz yoxdur? Bəlkə Laçının mağazasına gedim, bir şey atım, mən də qardaşımı şərliyim. Necə olar? Əlimdən gəlir axı. Bacarıram da, öyrətmişsiniz axı. Eldaş. Yerdə qalan pul var, ha. Onun hamısı mənimdir. Əlinizi vurmayın. Sənan qaytardığı sizin payınızdır. Əclaf gədə bütün cikimizi, bikimizi üzümüzə saydı. Biz evdə canavar bəsləmişik, xəbərimiz yoxdur. Heç də başa birdən gedib polisə zada xəbər verməz. Yox səndə. Onda o qeyrət hardadır? Bu əclaf bizdən betər imiş. Nə dedisə cəhənnəmə desin. Məni sakit saxlayan bilirsənmi nədir? Bu Vidadi sözünə düz adama oxşuyur. İnşallah pulu batırmaz.
Həmid kişi, salam əleykim. Gün hayanla çıxıb mənə zəng eləyirsən. Salam ay Teyyub, salam. Əleykim salam. Teyyub, mane olmuram, vaxtın var, danışa bilirsən. O kişi mane olmaq nədir? Kənd yeridir də, bu saat iş yox, güc yox. Oturub domino çırpırıq. Nə sözün varsa de. Teyyub, səndən sizin kənddən bir adamı soruşmaq istəyirəm. Kimi? Bilmirəm, tanıyacaqsan ya yox. Mərdanı soruşmaq istəyirdim. Nə Mərdan? Anasının da adı Solmaz olmalıdır. Həmid, Mərdan bilirsən neçə ildə ölür? Hə? Vallahi, özü də ölmədi, bədbəxti arvadı öldü. Nə danışırsan? Vallahi. Bəs o əhvalat necə oldu ay Teyyub? Qardaş, bir gün eşitdik ki, arvadı vurub Mərdanı öldürüb, gedib polisə təslim olub. Eşidəndə bütün kənd dəhşətə gəldi. Arvadı da fağırın biriydi. Yenicə də uşaqları olmuşdu. Yadımda mənim belə qalıb. Aha. Nə edirsən ay Həmid, o sənin nəyvə lazımdır? Bəs uşaq nə oldu? Eşitdiyimə görə arvad məhkəmədə deyib ki, özümdə olmamışam. Uşağı hara qoymağım yadıma gəlmir. O bədbəxtin də meydin meşədən tapdılar. Mərdanı deyirəm. Arvadına da iş kəsdilər, o gedən getdi. Demədin, niyə soruşursan? Həmid kişi. Ay Həmid. Hə, Elə bildim xət kəsildi. Sən canı neyinirsən o? Teyyub, Hə. onun arvadının adı nə idi? Nə idi? Ay uşaqlar, o Mərdan var idi, Solmazın oğlu. Ay sağ ol. Onun arvadının adı nə idi? Ha, kimin yadında qalıb? Nə? Ay sağ ol, hə. Adı Zeynəb idi. Həmid, Zeynəb. Ha, kişi soruşmaqdan yoruldum. Mərdan hardan yadıma düşür? Nəvə lazımdır? Yox, mənə lazım deyil. Bir nəfər soruşdu, tanımadım, ona görə soruşuram. Ona görə zəng elədim. Hə, olsun. Hə, bizim tərəfə gələndə sən mənə də bir salam ver də. Çoxdandır görmürəm səni. Mütləq Teyyub, mütləq. Yaxşı, hələlik. Hələlik. Müdür müəllimin maşınını görmürəm, yoxdur burada. Xeyr, gedib. Xoş gəlmisiniz. Bilmədin hara gedib, nə vaxt gələr? Restorana getdilər. Könüllə. Bəli. Çoğun xanım rəfiqəsindən gəlmişdi. Laçın müəllimlə bir yerə getdilər. Demədi hansı restorana getdilər? Restoranın adını bilmədim, amma yezləniz dəvət eləmişdi. Laçın müəllim elə deyil. Oldu, indi zəng eləyib özümü dəqiqləşdirdim. Sağ ol.
Eldar, hardasan bala? Sən hara getdin? Siz elə məni güdün. Ağıllı oğlundan xəbərim var, bilirsən hara gedib? Könüllü də salıb yanına gedib Şəmsinin restoranına. Nə dediyimi eşitdin? Özü dedi. Yox, burada işçisindən öyrəndim. Nə dedi ki? Dediyimi də, deyir Laçın müəllim Könül xanımı da götürdü, getdi qonaqlığa. Deyir ki, Yeznəni zəvət edeyim. Səsin gəlmir ana. Mən olsaydım indi dişinin dibindən çıxanı deyirdim. Məsləhət bilsən ataya de, onun da xəbəri olsun. Elə şey ola bilməz. Elə qəşəng olar ki, hələ qorx ki, Könül geri qayıtmasın. İndi nə muşduluq xəbərin var? Nə olub? Nə belə yerində donub qalıbsan? Laçın Könlünü də götürüb gedib Şəmsin restoranına. Kim dedi ha? Eldar zəng eləyib dedi. Dəqiq. Hətta istəyirsən zəng eləyim, özün soruş. Yox. Bu dəqiqə gedib onun yediyini zəhərə döndərəcəm. Şəmsini bizə urcaq eləyəni evində rahat yatmasın. Biz evimizdə rahatlıq tapanmırıq. İşin hələ çoxdur. Birazdan bitirirəm, nə olub ki? Evə nə vaxt gələrsən? Gedib Humayı götürəcəm. Ay sağ ol, elə ona görə soruşdum. Dedim görüm xəbərin varmı? Gedəndə mənə demişdi. Dedim gəlib özüm götürəcəm. Həm də Şəmsini də görüm də. Gedim onun yeni işini təbrik eləyim. Onda mən getdim. Hələlik. Yaxşı yol. Hələ başlamamısınız? Nəsə olub? Dəqiqə deyən Şəmsi. Mübahisə eləmişsiniz? Kişi yox, sual vermişəm, onun cavabını axtarırlar. Hə? Sualı mənə dediyim, bəlkə mən də cavabını tapdım. Hə, deməli, oğlanla qız liftlə yuxarı qalxır. Aha. Lift dayanır, qapısı açılır. Birinci kim çıxmalıdır? Kimin mərtəbəsidir o? Yox da, ikisi də eyni mərtəbəyə qalxırsa bəs. Bayaqdan bunu fikirləşirsiniz? Hə. Keyfsiz, biriniz oğlan deyin, biriniz qız deyin, söhbət qutarsın da. Demişik də Şəmsi, nə qızdı, nə də oğlan. Ha, onda maraqlı sualdır ki. Deyəsən, mən tapdım axı. Aha. Lift balaca olur, axı dar olur. Yəqin qapıya kim yaxın dayanıbsa, birinci o çıxmalıdır. Ay, sağ ol. Görəç ağlımıza gəlir. Yox, mən cığallıq eləyirəm. Niyə? Sən yolda demişdin. Könül xanım əvvəlcədən cavabı bilirdi. Yox, vallah deməmişdi. Deməmişəm. İnanmıram. Mən inanıram. Laçın elə şey eləməz. Natəvan xanım, Bəli, Şəmsi müəllim. sizcə Könül xanım çətin sualların cavabını tapmaq iqtidarında deyil? Sağ ol dayı. Hə? İstəyirsən bir sualda daim versin. O çətin suallar verən oğlan görək cavabını tapa bilirmi? Buyur Şəmsi.
Verdiyin sual kimi çətin suallar insan üçün təhlükəlidir. Tap görüm niyə? Çətinlik çəksən kömək edə bilərəm. Şəmsi sualın cavabını deyib sənə? Yox. Onda sən də demə. Yoxsa mən də cığallıq eləyərəm. Aha, məsələ qəlizləşir. Necə ağlıma gəlmədi, bilsəydim mərc eləyərdim. Məsləhət bilirəm, bacından kömək istəm. Bu sualın da cavabını bilsə o bilər. Çünki Şəmsinə hamıdan yaxşı o tanıyım. Kömək edə bilərsən, bacı? Yox, cavabı bilmirəm. Dayı, sual bilirdi. Çətin suallar insan üçün təhlükəlidir. Tapın görüm niyə? De, Şəmsi, de görək niyə? Cavabı vermək üçün baş sındırmaq lazım. Bax, bugün də bunu kəşf elədim. Şəmsi, sən əla məclis apararsan, hə? Hə. Bax, bir-iki dənə belə sual versən, məclisə əməli başda ələ ala bilərsən. Amma o, Natəvan xanım, çox çətin sənətdir. Amma gözəl sənətdir. Mənim xoşuma gəlir. Sənətlərin hamısı gözəldir. Bir sənət var, onda gözəllik adına heç nə yoxdur. Qəti xoşuma gəlmir. Maraqlı da hansı sənətdir ki o elə? Rəssamlıq. Ciddi sözündür, qaqa. Heç xoşum gəlmir. Gözəl sənətdir ki. Əşə, saxlayaq bu söhbəti. Yaxşı ki, aramızda rəssam yoxdur, yoxsa xətrinə deyəcəkdik. Başlayaq, başlayaq. Hə, Könül. Nə qulluq eləyim sənə? Yox, narahat olma, özüm çəkərəm. Buyur. Olmuyor sözüm Katrina'daydı. Təbii ki. Telefonun var? Öyle var. Şübhəsiz kamerası da var, hə? Əlbəttə. Xoşbəxtliyin şəklini çəkə bilərsən? Sən lap rəssamlar kimi danışdın. Yox, bunu mən deməmişəm. Nazim Hikmətin sözdür. Sən andı. Bura gəlir. Gəlməliydi. Hə, Sənan? Hə, buradasan? Gəlmisən? Hə, yaxşı. Buyurun müəllim.
Axşamınız xeyir olsun. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Hoş geldiniz. Şəmsiyə ona görə deyirdim ki, bayırda gözləyim. Gəldim, narahat elədim. Xahiş edirəm, əyləşin. Sən də əyləş də sənə. Sənan müəllim, siz məni tanımadınız? İbrahimin qızıyam. Siz yaxın dostsuz. Dayan görüm. Sən o İtaliyada rəssamlığı oxuyan qız. Natavan. Nə xoş təsadüf. Çox sağ olun, xahiş edirəm, əyləşin. Əyləşmə. İbrahim müəllim necədir? Yaxşıdır, çox sağ olun. Dünən Humay ağız dolusu tərifləyir, Natəvan. Mənim də heç ağlıma gəlməzdi ki, sən bizim Natəvan olarsan. Siz demişdiniz, doğrudan da çox xoş təsadüf oldu Sənan müəllim. Müəllim, sizə nə qulluq edeyim? Yox, narahat olmayın. Gəldim, sizin söhbətinizi yarımçıq qoydum. Yox, yarımçıq qalmadı, narahat olmayın. Deməli, Sənan müəllim, mən bu yaxınlarda Laçının rəsmini çəkmişdim. Heç bilmirdim ki, Humayun əmsi oğludur. Onun da o qədər xoşuna gəlib ki, səhərdən məni tərifləyir. Hətta deyir ki, rəssamlıq sənətinin vurğunudur. Lakin hamısını mən deməyim də, sən davam elə. Lakin buyur görək, çox maraqlıdır. Deməli, hadisə belə baş verdi, Sənan müəllim. Gəlmişdim Şəmsi ilə görüşüb danışmağa. Natavan xanım da sağ olsun, imkan tapıb 5-10 dəqiqə qələmlə cızmaqara eləyib. Mən də ağız dolu təriflədim ki, bəlkə könlünü ələ ala bildim ki, bir yağlı boya ilə də mənim şəklimi çəkərdi. Laçın, heyf ki, sənin o cızmaqara adlandırdığın şəkli görməmişəm. Amma deyim ki, bu yaşa çatmışam, belə bir xoşbəxtlik mənə nəsib olmayıb. O ki, qaldı yağlı boya məsələsinə, Natavan qızımızdan xahiş eləyərik, razılıq verər. Nə deyirsən qızım? Sənan müəllim, siz məni məcbur edirsiniz ki, mən sənətimin sirlərini açım. Mən o şəklə artıq başlamışam. Onda növbəti dəvətinizi emalatxanaya gözləyirəm. Əlbəttə açam istəsən. Mən bağışlayayım. Buyur. Natavan xanım, xahiş edirəm Laçının şəklini çəkəndə biraz diqqətli olun. Bəlkə növbəti sifarişi mən verdim. Deyəsən, sənin də ürəyindən yağlı boya ilə şəkil keçirən? Yox, o öz şəklini sifariş verməyəcək. Hə? Mən bilirəm. Düzdür dayı? Hə, ata. Bacını da sal yanına, elə bu dəqiqə çıx oradan, cəhənnəm ol gəl evə. Eşitdin? Sən bura gəlmişdin? Gəlmişdim. Sənanı gördüm, geri qayıtdım. Yoldayam, evə gedirəm. Könülü də götür, gəl. Nə olub? Kim idi? Ataydı, deyir, anam vəziyyəti pisləşib, getməliyik. Nə olub anaya? Gərək bizi üzürü hesab eləsiz. Belə alındı da, üzürü sən, getməliyik. Tez elə də. Ay qız, narahat olmayı. Anaya heç nə olmayıb, özüm yalandan dedim. Bəs ata deyildi sən geləyən? O idi. Nə deyildi bəs? Heç nə sərsən atıb başına, deyir, bazını da götür, çıx orada. Bəs mən anaya demişdim axı. Sən anaya hansı restorana gedəcəyini demişdin. Vəssalam da elə ona görə eləyir. Bəs hardan bilib? Bir gün mən bu kişiyə bərk qırğınım düşəcək də, işini gücünü atıb mənə güdür. Sənə nə oldu? Ağlamağım gəlir. Niyə? Mən görən kimi ikisi də dişinin dibindən çıxan deyəcək. Hünərləri var, sənə bir kəlmə söz desinlər. Gör, dünyanın başlarına yıxıram, yoxsa yox. Narahat olma, qorxma.
Axşamınız xeyir Həmid kişi. Evdə heç kəs yoxdur Həmid kişi. Elza xanım Leylanı götürüb gəzməyə apardı. Çay, çörək hamısı hazırdır. İstəyirsən keçək? Nə olub Həmid kişi? Vallahi təklif eləməyə də qorxuram. Əgər özünü pis hiss edirsənsə, gəl keçək içəri. Sakitləşdirici dərman var. Su verim, çay verim. Yox, içəri keçmək istəmirəm. Elə bilirəm, içəri girsəm boğulacam. Havam çatmayacaq. Mənə görə? Əgər məni görəndə yenə üşənirsənsə, mən gedə bilərəm. Dayan. Gedək orada oturaq, açıq havada. Bayaq sözümü yarımçıq kəsdim. Gəl danış. Əyləş də, əyləş. Bağışla məni. Bayaq sən danışanda eşitdiklərimdən sək-səkiyə düşdüm. Elə belə eşidəcəyimdən qorxdum. Sözünü də ona görə kəsdim. Mən səni yaxşı başa düşürəm, Həmid kişi. Kim olsaydı sək-səkiyə düşərdi. Qorxdun ki, qızına şərik çıxaram. Bəs nə əcəb indi qulaq asmağa qərar verdin? Çünki öyrənib dəqiqləşdirdim. Heç nə yalan deməmsin. Ərini öldürməyini də gedib polisə təslim olmalıdır. Onda mənim deyəcək bir sözüm qalmadı ki. Yox. Hələ danışılacaq çox söhbət var. Dəqiqləşdiriləcək çox məqam var. Soruş nə istəyirsən? Uşağı hara qoyduğunu, ərini öldürəndən sonra uşağı hara qoyduğunu dəqiq yadında deyil. Öyrəndim ki, məhkəmədə belə demisən. Yox, Həmid kişi. Mən məhkəmədə yalan dedim. Niyə? İstəmədim qızım internatda böyüsün. Bəs uşağı hara qoyduğun yadındadır?
yadımdan çıxara bilərəm. Gözü bağlı taparam o evi. Tapdım da. Həmid kişi, hər şey yadımdadır. Hər şey. Uşağın üstünə yazıb qoyduğum kağıza kimi. Ne yazılmıştı kağıza? Yazılmamışdı. Mən yazmışdım. Yazmışdım ki, Allah xatirinə bu uşağa sahib çıxır. Günorta durub getməsəydin, söhbətin axırında sizə təşəkkür eləmək istəyirdim. Sənə də, rəhmətli yoldaşına da. Siz Humaya öz qızınız kimi baxmısınız. Həmid kişi, çətindirsə saxlayaq söhbəti. Sana baxanda dəhşətə gəlir. Niyə? Necə olub ki, belə soyuqqanlı qala bilmirsən? İnan, ürəyim indi elə döyünür ki. O gün Humayla ikimiz evdə söhbət eləyirdik. Bilirsən mənə nə videosu göstərdi? Rəhmətli Yalmaz xanımın əməliyyata getdiyi gün çəkdiyiniz videonu. Təsəvvür edirsən? Mən o videoya baxanda mənim də ürəyim elə döyünməyə başladı. Amma mən hiss elətdirmədim. Heç vaxt da hiss elətdirməyəcəm. Bilirsən niyə? İnsandır da kim olsa fikirləşər ki, yəqin qızım yaxşı yerə düşüb deyə sonradan ortaya çıxmışam. Səndən də xahiş edirəm. Həmin kişi, ona heç nə demə. Heç nə. Hər gün görürəm, qulluğunda dururam, xoşbəxt olduğuna şahidlik eləyirəm. Bu mənə bəsdir. Bəs Soruş Həmid kişi, soruş. Nə istəyirsən, soruş. beynim yüklənib deyə fikir üstünə çıxır. Ağlıma gələn sual gəlib gedir. Bəs sən onun şirkətinə necə getdin, çıxdın? Təsadüfdür. Bu boyda təsadüf olur. Kəndə getmişdim. Sizin evə. Yox, bunu deməsəm yaxşıdır. Məsləhət olsa sonra danışaram. Nəyi? Özün dedin ki, beynim yüklüdür. Çox danışıb səni yormaq istəmirəm. Getdim kəndə, kənd cəmaatından soraqladım, öyrəndim Humay kimə ərə gedib. Öyrəndim, sonra axtardım, tapdım. Elə ona görə də müəllimin şirkətində işləmək üçün müraciət elədim. Dəfələrlə ərizə yazdım mən. Yaxın buraxmırdılar. Demək olar ki, əlimi üzmüşdüm. Günün birində Elza xanım zəng vurdu, məni geri çağırdı. Dedi, səni evimizdə işə götürəcəm. Elza xanımın maşınıdır. Onda sən get. Tez get. Yaxşı.
Uşaqlar hanı? Yox idiler orada. Eldar yalan deyib. Eldar uzaq hardadır? Bilmirəm, gün ortadan getdiydi. Görmədin onları? Gəlmədilər? Bilirsən Firuzə, mən kətdə olanda elə bilirdim ki, əlimə pul keçsə mənim bir sözümü iki eləyən olmaz. Elə bilirdim ki, pullu kişinin sözü yerə düşmür. Amma indi görürəm ki, belə deyil. Mən bütün bunları yavaş-yavaş dərk eləməyə başlayıram Firuzə. Laçın üzvə qayıtdı. Az Laçını görmədim. Zəng eləyib telefonda dedim, indi gəlirlər. Bəs niyə getmişdin? Girib görərdin də. Səman gəlmişdi. Allah üzümə baxdı. Həyətdə gördüm uzaqdan. Səman da gördü səni. Qadın Səmanın ürəyinə. Gördü də. Siz ki ayrılmışsınız. Da nə ürəyimə dərd elirsən? Niyə o bugünə qoymusan? Olmur da Firuzə, olmur. İçdən qırılırsan. Elə bil ət yemək istəyirsən. Biri var olmuyor, bilirsən ki yoxdur. Biri də var qabağındadır. Amma sən onun nə iyini hiss eləyirsən, nə dadını. O leş yiyən heyvanlar kimi çeyniyə qalırsın. Telefonda acıladı səni. Laçını deyirəm. Yox. Gərək elə acılayardı. Əməllərinlə acılayırdı. Dediyim sözlərin hamısı yerə düşür. Nə qızım mənə hörmət qoyur, nə oğlum, heç sənə də qoymur. Görmürsən, özümüz deyib, özümüz eşidirik. O deyil, utanmaz, götürüb qızı da yanına salıb gedib Şəmsinin huzuruna. Day, nə deyim valla. Deməli, yanlarında hörmətimiz qalmayıb. Onu düz deyirsən. Axşamınız xeyir. Gedmədin gətirməyə. Dalaşıblar. Laçın cavab qaytarır. Üzün də var danışmağa. Niyə? Mən yazıq neynəmişəm ki? Bu da sənin tərifli ol. Günorta bizi qoz qabığına soxdun. Axşama qədər yadımda da qalmayıb. Kül başına Adəm. Sən də deyirsən ailəm var. Nə olub sizə? Olmuyor könül şəmsiyə qoşulub qaçıb. Yoxsa sənə pulumuzu qaytarmır. Həmid əminə öyrənib? Yox, sən deyənlərin heç biri deyil. Bizim evimizi yıxan ayrı şeydir.
Birinin fikrini eləyirsənsə narahat olma. Heç nə yoxdur. Əmin də gəlmişdi. Hara? Restorana da. Həyətdə məni gördü, geri qayıtdı. Şəmsi çıxmış deyə məni qarşılamağa. Hə. Şəmsi gəlməsəydi yaxınlaşardı. Şəmsini görən kimi üzünü çevirib getdi. Bəlkə təsadüfən? Yox, təsadüf yoxdur. Laçıngelin dalınca gəlmişdi. Görmədim, 5-10 dəqiqədən sonra zəng vurdu, çağırdı. Sənan, yaxşı ki, sən gəlmirsən. Yaxşı ki, səni görüb içəri girməyib. Mən əmimi yaxşı tanıyıram. İçəri girsəydi, biabırçılıq olacaqdı. Əsəbləşəndə danışığının nə əvvəlini bilir, nə axırını. Nə məclis idi? Kim təşkil eləmişdi? Natava? Bugün dayımla Könülün toy günü idi. Natavanın təklif elədi ki, gəl belə bir məclis eləyək. Bəlkə təzədən birləşdilər. Biz də Laçından hədiyyə hazırlamışdıq. Dayımla Könülün bəygərin şəkillərini çıxartmışdıq, çərçivəyə qoymuşduq. Əmim ailəmi elə qatdı bir-birinə ki, heç şəkil də yadımıza düşmədi. Nəyə gülürsən? Natavan dedi, sən də inandın. Burada inanmamalı nə var ki? Halal olsun Natavanım. Adını yaxşı qoyub. Məncə səbəb Laçın idi. Daha İngil bəhanə olur. Mən də elə başa düşdüm. Amma çox dərinə getmədim. Dedim, hələ tələsməyim. Burada tələsməli bir şey yoxdur ki. Gizlin Laçının şəklini çəkir, yağlı boya ilə işləməyə razılıq verir, məclis təşkil edir. Daha burada tələsməli bir şey yoxdur ki. Mən də elə hiss elədim. Laçının adına da çox sevindim. Get darvazanı bağla. Dilxorçuluqdur deyəsən. Qonaqlığınız yarımçıq qaldı. Deyən yenə ürəyinlə hovuzda çimmək keçir. Qanun yaman qaradı, ha, dava axtarırsan. Kişi gəldi pərt elədi. Az danış, Get darvazanı bağla. Axşamı xeyir ana. Rədd ol, keç otağına, atan səni görməsin. Ata yatır. Yuxarıdadır. Ayağına əyləş. Xahiş edirəm, əyləş. Sən niyə məndən belə danışdın? Küsmüsən mənə? Küsərəm də. Nə mənə sayırsan, nə dələni. Biz səni Şəmsidən uzaq dur dedikcə, sən elə bir bizə acıq verirsən.
Ona söz danışdın, hə? Acıq verirsən nədir? Bəs nə gəzirsən Şəmsin məclisində? Təzədən səxavətli çıxır. Bizi Şəmsi dəvət eləməmişdi ki. Onun restoranına getməmişdiniz ki? Ay ana, başına dönüm. Bizi Şəmsi dəvət eləməmişdi. Restoran sahibi Humay ilə rəfiqədir. O Humayı dəvət eləyib, Humay da Könülə deyib. Əmi qızı kimi. Könül də mənə dedi ki, qaqaş, gəl mənlə gedək, axşam tək qayıtmayayım. Burada pis nə var ki? Hə. Hamam suyu ilə özdə dostdur. Həmin Şəmsiddə 5 qəpiyi çıxanda canı çıxır. Anam, səndən bir şey xahiş edeyim. Nə olar? Gəl ana-bala səmimi söhbət eləyək. Bax, bir də deyirəm, xahiş edirəm. Nə əsəbləş, nə də ki, qarğış dök. Ana-bala can söhbət eləyək də, xahiş eləyirəm. Olar? Olar. Niyə olmur ki? Bax deyirəm. Bundan sonra maşını kim sürürsə, darvazanı da o bağlayacaq. Eldar, gəl əyləş. Əyləş də əyləş. Bax ayana, bugünə qədər səndən soruşmamışam. Səbəb nə oldu ki, Şəmsi ilə Könül ayrıldı? Nə baş verdi ki, getdin Könülün qolundan tutdun ki, qızım, qaydırıq kəndə. Deyə bilərsən mənə səbəbini? Deyim də, deyim. Hər dəfə dolu zəmbillərlə gedirdim onun evinə. Yazıq qız onun içindəkiləri boşaldıb, boş zəmbilləri verirdi qoltuğuma. Şəmsinin bir dəfə də qalacağı çatmırdı ki, o zəmbilin içinə nəsə bir pay qoysun. Könül də mağımında axı. Bilmirəm aralarında nə danışırdılar, nə danışmırdılar. Qızın bir dəfə də hünəri çatmırdı ki, desin ki, bəlkə anamın zəmbilinə bir pay qoyaq. Ayıbdır, əli boş yola salmayaq. Bu deyə Eldar Allah şahidi. Hər dəfə onunla gedib gəlirdim. Düz deyirəm Eldar? Bəli. Adam yadına salanda, fikirləşəndə başından tüstü çıxır, tüstü çıxır. Sonra bəs ayana, sonra? Təzə gəlinidir. Bir cüt ayaqqabı almadı ya ona. Könülün ayaqqabısı yox idi o? Var idi, bircə cüt. Kətdə də bir cüt, şəhərdə də bir cüt. Bəlkə nəsə səbəbi var imiş? Heç bir səbəbi yox idi. O adam simicidir. Pulu çıxanda canı çıxırdı. Bir cüt idi, olsun bir cüt də. Kətdə də bir cüt, şəhərdə də bir cüt. Olmazsa məni yandırıb tökməz. Simicidir, əli gəlmirdi. Almaq istəmirdi arvadına. Elə bu? O qədər belə şeylər var. Saymaqla qurtarmaz. Bunu başa düşdüm, Könülü döyürdü, söyürdü. Yox, bir döyəydi, bir söyəydi. Ayana, ayaqqabıdan ötürü alə dağıdarlar. Yox. Sən yenə Şəmsin tərəfini saxladın. Ona görə mənimki səndən tut burada. Səndən biraz da söhbət edərsən, təzyiqim qalxacaq. Yaxşısı bunu çıxıb verin. Sən nə fikirləşdin? Şəmsi barədə? Hərdə kimdən danışırıq? Mənim ondan həmişə zəhləm gedib. Niyə? Boş zəmbillə qaytarırdı deyə. Gəl kişi kimi danışaq da. Bizim imkanımız zəif olanda o həmişə bizə yuxarıdan aşağı baxıb. Əvvəl heç salam da vermirdi. İndi əlimizdə pul görüb deyə qonaqlıq verir. Belədir Laçın. Fakt budur. Sənin yadından çıxa bilər. Amma mənim yadımdan çıxmır. Sən bilsən nə vaxt ağlanacaqsan. İnşallah. Evlən. Firuzə xanımla arvadın qırığına qalxacaq ha. Bax, onda ağlın başına gələcək ki. Mən evlənəndə ayrı yaşayacağam.
Mesaj gəldi. Kimdən? Sara'dan. Aa, Sara gəlir. Bakıya gəlir. Hə də, yazıb ki, bilet almışam, sabah gəlirəm. Bəs dərsi, bəs imtahanı? Bilmirəm. Bibi Qurban, sən hələ ki ataya heç nə demə. Gedək mən səni düşürüm, ondan sonra özüm zəng edib Sara ilə danışacağam. Yaxşı. Müəllim, Laçın müəllim gəlməyib hələ. Adın nə oldu? Eyvaz. Eyvaz, mənim qardaşım, səndən bir xahiş edeyim. Buyurun. Şəmsi ilə görüşməliyəm. Tanıyırsan da Şəmsini? Laçın müəllimgilin yeznəsi. Bəli, tanıyıram, bilirəm. Ay, sağ ol. Onunla bugün görüşməliyəm. Baxıram necə olubsa nömrəsi silinib. Mən tanıdın da, hə? Əlbəttə tanıdım. Eldar müəllimlə gəlmişdiniz. Ay, sağ ol. Zəng vururam, Eldar müəllimə də zəng çatmır. Bəlkə Şəmsinin nömrəsi səndə olar? Müəllim nömrəsi yoxdur, amma iş yerini tanıyıram. Hə, olsun da iş yeri. Harada işləyir ki? Restorandır, adı Peaky Blinders'dir. Peaky Blinders? Bəli. Hə, oldu, çox sağ ol. Buyurun, sağ ol. Atom bu vaxta qədər yatıb qalan deyildi. Oyananda deyərsin gəlsin ofisə. Gedib evə baxarıq, görək təmirin vəziyyətinə yerdədir. Atam çox qon oyanıb, gedib. Hara? Cennet həmişə alış-verişi marketdən edirdi. Atam onu həvəsləndirdi ki, gedək bazara. Dedi ki, gedək, mən sənə kömək edəcəm. Kənd adamıdır da özün göstərir. Yaxşı. Qaydanda mən dediyimi deyərsən. Hələlik. Hələlik. Dayanacaq elə burada yaxında olmalıdır. Yox, tələsmə. Bir sakit yer axtarım tapım, otura bir stəkan çay içək. Gedib evdə içərsən də. Yox. Dünən Elza gəldi, söhbətimiz yarımçıq qaldı. İndi də Humay evdədir. Bazarı da ona görə bəhanə elədim. Gəl bir sakit yer tapaq, otura bir stəkan çay içək. Gəlir. Sabahın xeyir, gözəlim. Salam, bibi. Bu vaxt narahat eləməzdim. Bilirəm, orada çox tezdir. Leyla'ya mesaj yazmışdın, ona görə zəng vurdum. Dedi hə sənə? Demədiyi, mən dərsə aparırdım, yanımdaydı. Sara, bu nə gəlişdi? Heç bir ay deyil getdiyin. İkincisi də sonuncu kursda oxuyursan. Sənin dərslərin var, imtahanın var, diplomun var. Onları həll eləmişəm, bibi. Necə? İmtahana buraxılırıq deyə, demək olar ki, dərs keçilmir. Yazılı müraciət elədim. Dedilər, imtahanı onlayn da verə bilərsən. Diplomu da onlayn alacaqsan?
Yox, bibi, diplom almaq üçün tezis yazmalıyam. Tezis yazmaq üçün də diplom rəhbəri lazımdır. Professorların da hamısı məşğuldur. Dedilər ki, imtahanı ver, diplomu payızda müdafiə eləyərsən. Elə bil gəlməyim ürəyincə deyil. Yox, niyə elə deyirsən? Sadəcə narahat oluram. Sən gedəndə atanla aranızda biraz inciklik oldu. Ona görə deyirəm ki, biraz vaxt keçsəydi daha yaxşı olardı. Atanın xətirindən mən dəymişəm. Eyb yox, könlündə alaram. Mən Leyla'ya görə narahatam. Ona görə gəlirəm. Leylanın nəyindən? Nə vaxt zəng vururam, Humayın yanındadır. O günləri zəng vurmuşam, Humay açıb telefonu. Deyirəm, Leyla hanı? Deyir, yatıb. Dedim, ged oyad. Gedəndə gördüm ki, Humayın çarpayısında yatıb. Nə danışırsan? Görürsən, bibi, xəbərin yoxdur. Sabah biri gün Humaya ana desə təəccüblənmə. Yox da dayı, o boyda olmaz da bibi qurban. Olar, bibi, olar. Elə ona görə narahatam. Ona görə gəlirəm. Yaxşı. Gəl bibi sənə qurban olsun, gəl. Amma bax, biz səninlə danışmamışıq ha. Sənan heç nə bilməsin. Oldu? Arxain ol. Öpürəm səni. Mən də səni. Müğayət ol. Nə çox fikirləşdin, ay Zeynəb. Sən nə demək istəyirdin ki? Elə bil əziyyət çəkirsən. Elə bil yox, Həmid kişi. Əziyyət çəkirəm. Həqiqətən əziyyət çəkirəm. Dilimə bir söz gəlir, amma deməyə ehtiyat edirəm. Xahiş edirəm, narahat olma, de. Özü də dilimə necə gəlir, elə də deyil. Humay, Həmid kişi, bizim ikimizin də qızımızdır. Hə. Bunu çox düz dedin. Ona görə də xahiş edirəm, mən düz başa düş. Elə şeylər var ki, onu deməsən olmaz. Elza yaxşı adam deyil, Həmid kişi. O az qala Humayın qanına susuyur. Humay da bilmirəm, bunları ya başa düşmür, ya da başa düşür, üstündən keçir. Elza neyniyib ki? Bilirsən, Elza məni hansı şərt qarşılığında işə götürmüşdü? Qabağıma şərt qoymuşdu ki, sən bütün gün Humayı güdməlisən və mənə xəbər verməlisən. Hə, bu qız hara gedir, hardan gəlir, kimlə danışır, nə edir, hamısını Elzaya xəbər verməliydim. Demişəm Humaya, özü bilir. Hə? Bəli, Elzanın dediklərini elədim. Yəni, qoyduğu şərtə əməl elədim. Bütün günü Humayı güdürdüm. Bir gün də eşitdim ki, Humay Laçın adlı bir nəfərlə görüşə getməlidir. Güddüm, yerinə qədər, vaxtına qədər dəqiq öyrəndim, Elzaya xəbər verdim. Bu nə vaxt olmuşdu ki? Humay maşın vuranda. Hə. Laçın mənim qardaşım oğludur, Humayla əmi uşağıdırlar. Bəli, mən bunu sonra bildim. Nəyə görəsə qardaşını da gizlədirmiş. Elzanın da xəbəri yox idi. Bir dəqiqə dayan. Bax, sən dedin ki, evə gələndə artıq bilirdin ki, Humay sənin qızındır. Bəli. Bəs bilə-bilə niyə xəbər verdin? Həmid kişi. Bax, dünən deyə bilmədiyim söhbət bu söhbət idi. Kəndə gedəndə, daha dəqiq desək sizin kənddəki evinizə gedəndə, həyətdə Firuzə ilə rastlaşdım. Mən onda onu tanımırdım.
Onun adını da, sənin qardaşının yoldaşı olduğunu da Sənangilə gələndə bildim. Kimin həyətində rastlaşdınız? Bəs demirəm, sizin evinizə getmişdim, sizin həyətdə gördüm. Yox, biz qardaşımla qonşuyuq. Həyətimizi bircə çəpər ayırır. Ona görə soruşuram, bizim həyətimizdə idi, yoxsa öz həyətlərində? Yox, sizin həyətinizdə. O bizim həyətimizə niyə keçibmiş ki? Bilmirəm. Aşağıda tikili var, O həyətin aşağısında kərpiç tikili. Bax, oradan çıxıb gəlirdi. Amma day oradan neynirdi, onu bilmirəm. Yaxınlaşan kimi mənə üstümə çəmkirdi. Dedi, sən kimsən? Kim axtarırsan? Hə. Mən də ev sahibini soruşdum. Heç kimin adını bilmirəm axı. Məcbur oldum, yalandan dedim ki, bəs ev sahibi qadına paltar satmışam. Almazın rəhmətə getdiyindən xəbərim yox idi axı. Elə söz ağzımdan çıxmışdı ki, Firuzənin üzü döndü. Mən elə söz dedi ki, quruyub qaldım. Nə dedi ki? Həmid kişi, bax, indi xahiş edirəm səndən, biraz sakit ol, təmkinli davran. Çünki bu söz dava salan sözdür. Düzdür, mən onun fikrindən demirəm ki, dava düşsün. Amma deməsəm də olmaz. Nə dedi axı? İndi deyəcəm. Eşidəndə özün də başa düşəcəksən ki, mən nəyə görə Elzanın qoyduğu şərtə əməl edib xəbərçilik eləmişəm. Firuzə mənə dedi ki, bəs o paltar satdığın arvad bir il bundan qabaq rəhmətə gedib. Ondan sonra qızları pis yola düşdü. Sonra da atası vurdu, qızını öldürdü. Kişini tutub basdılar dama. Həm kişi, insanlıq da, lənət şeytana. Birdən elə fikirləşərsən ki, mən yalan deyirəm. Yəni, mən bunu Firuzənin özünə də deyərəm. Bax, indi bir söz deyəcəm, qorxma. Mən bunu evlərinə gedib Firuzənin üzünə də demişəm. Firuzə gələ. Bəli, Umaydan ünvanlarını öyrəndim, getdim. Mən gedəndə evdə heç kim yox idi, tək idi. Sən deyəndə o nə cavab verdi? Heç nə, dandı. Dedim, mən nə səni görmüşəm, nə də tanıyıram. Çaydan bir qurtum için Həmid kişi. Sakitləş. Əlim ayağım istəyir. Özünə bax, sakit ol. Hələ söhbət bundan bitmir. Sən bu sözü məndən eşidəndə əlin ayağın əsir. İndi təsəvvür edə bilirsən, mən eşidəndə nə vəziyyətə qaldım. Adam qıpqırmızı üzümə dayanır ki, mən səni tanımıram. Bəs sən nə dedin? Demədim. Beynim elə yerindən oynadı ki, götürdüm bıçağı, şığıdım üstünə. Elə yaxasından yapışmışdım ki, ürəyi getdi. Əlimi çəkən kimi yerə sərildi. Mən də elə orada qoydum, çıxdım. O vaxtdan sonra da onlardan heç bir səs soraq yoxdur. Bu günə qədər də Firuzəni bir dəfə də olsun görməmişəm. Humaya demisən? Yox, deyərəmmi? Nənki Humay heç kimə deməmişəm. Birinci adam sənsən. Neçə yaşı var? Orta yaşında bir qadındır, təxminən 45-50 dəqiq bilmirəm. $50.000.
Adı nədir? Zeynəb. Ünvanını bilirəm, evini göstərə bilərəm. Əslində öz evi deyil, işlədiyi evdir. Onda bir sual verim. Eğer məsləhət bilmirsənsə cavab vermə. Bu qız ailənin ögey uşağı deyil. Saliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 21. bölümü bitti.